Deməli, salamlayıram bütün inkubator həvəskarlarına, bütün təsərrüfat sahibləri. Demək, bir inkubatordur gəlmişik təmin. Deməli, inkubator Çin istehsalı inkubatordur. Qardaş gedib alıb kimdənsə, deyiblər ki, bəs Adil Usta bunu təmir eləyib, belə eləyib, belə eləyib. Qardaş da alıb, mənə zəng verdi ki, bəs bunun tenində problem var, dəyişmək istəyirəm. Dedim, problem yoxdur. Dəyişərik. Dedi, bəs sən yığmısan, düzəltmirsən, təmir eləmirsən. Dedim, qardaş, bir video çəkiliş elə baxım ki, baxıram ki, mən yığmamışam, o inkubatora mən dəyməmişəm. Gedib adımızdan istifadə edirlər. Nəsə iş görürlər, cəmaatı da yalandan mansatırlar, deyirlər Adil Usta belə eləyib. Qardaş da mən yığdığımı bilib, naxadı gedib qardaş, pulum verib alıb. İndi məlum olub ki, onu mən yığmamışam, başa düşdünüz? Mən heç o inkubatora dəyməmişim. Sata bilmirlər mallarını, bizim adımızdan istifadə edirlər. Həbə kişisiz də, mən nə qədər çıxım deyim ki, kişi kimi hərəkət eləyin. Qardaş, bu nə hərəkətlərdir siz eləyirsiniz? Bundan belə çörəyi necə yemək olar? Sən də özünü kişi bilirsən, qardaş, mən də. Mənim elədiyim hərəkətə bax, qardaş. Sən elədiyin hərəkətə bax. Mənim adımdan niyə istifadə edirsən, qardaş? Get atavın adından istifadə, öz adından istifadə elə. Nə bilim, dayıvın, əmivin adından istifadə elə. Və yekə oğlansan. Belə çörək yeməzlər. İndi gəlib təmir eləyəcəyik, düzəldəcəyik. Qardaş prosta artıq rasxod eləyir. Sən o yığdırmamış satsan, qardaş sənə onu verməyəcək. Pulu verib almayacaq səndən. O sən onu bilirsən. Başa düşdünüz necə? Ona görə də götürüb bizim adımızdan istifadə edəcək. Adil Usta bunu yığıbdır, bez problem. İndi inşallah təmir eləyəcəyəm, yığacağım. Prosta qardaş artıq rasxod elədi. 50 dəfədə sənə qarqış elədi. 50 dəfədə sənə qarqış elədi. Sən də o elədiyin hərəkətə görürsən, ruzunu yenə Allah bizə yetirdi bu. Ona görə qardaş, siz elə çörəyi qardaş yeyə bilməyəsiniz. Onu bir dəfə bilin ki, elə çörək bırından gəlir. Bırından gəlir, özü də bilirəm ha kim eləyibdir. Bilirəm. Hə, belə şeylər eləməyin. İndi inşallah təmir eləyəcəm, orada çəkiliş eləyəcəm, baxarsınız. Xlorla. Bax, inkubatorumuz buradadır. Bunu satıb qardaşlara, indi özlərini çəkmirəm. Deyir ki, Adil Usta bunu yığıbdır. Qardaş, sən mənə tenə görə zəh vurdun da, düzdür? Bu da bunun teni. Dedi, qardaş, mənə ten lazımdır. Məndə açığı vaxt yox idi da, gələ bilmirdim, düzdürmü? Qardaş dedi ki, bəs sən yığmısan bir dənə ten. Dedim, axı bir çək baxım görüm. Mən baxıram bu inkubatora. Qardaş, Adil Usta bu inkubatoru yığmayıb. Adil Usta bu inkubatora dəyməyib. Mən yığanda qardaş, bura bax, reklamımı vururam, nömrəmi vururam. Plus da ki, Adil Ustaya bir dənə boltu yoxdur ki, bura bağlasın. Başa düşdün necə? Yığıb bunu, qardaş, belə insafsızlıq eləyirlər, satırlar, adımızdan da istifadə edirlər. İndi sən ant verirəm Allaha da, sən adımı verib almısan da bunu, düzdür? Və yanına mənə zəh ver da, qardaş. Bax, buradan deyirəm, kim inkubator alırsa, mənim adımı verirlərsə, qardaş, mənə zəh verin da. Bu simanı mən Polad Ələmdar dəyirəm ki, üzümü dəyişim. Düzdür, qardaş? Mənə zəh verin, alın. İndi qardaş təzdən rasxod eləyir, inkubator yığılır. Nəysə, yığaq indi. İnkubatorumuzu yığdıq, bitirdik. Deməli, tam işlək vəziyyətdədir. Qoşduq. Burada gül oluruz. İndi qardaş, iş gördüm da burada. Özün də gördün da. Allah razı olsun. Sağ ol, Allah köməyin olsun. Bax, bunu indi kim yığdı? Mən yığdım. Adil Usta yığdı. Bunu mən yığmamışdım. Yaman günə qoymuşlar. Pəri dəyişmişdilər. Nə bilim, o qədər şey, üstündən nəysə də çıxardıb götürmüşdülər. İndi mən ad çəkmirəm. Belə insafsızlıq eləməyin. Müəllimdir deyirəm, müəllimdir. Özdə məktəb direktoru keçəcək. Bu da bizim müəllimimizin işi. Xeyir olsun. Bu inkubatorlardan varsa, Çin istehsalı inkubatorlardan. Bax, gətirin belə gözəl təmir eləyək. Belə gedin qəşəng nəticələr alın. Allah xeyir versin qardaş. Çox sağ olun. Sağ ol.